Başqa bir kəramətindən deyir ki, Yahya ibn Əksəm deyir. Deyir ki, Peyğəmbər məscidində istedim ki, Peyğəmbəri ziyarət eləyəm. Gördüm ki, Əbu Cəfər, salamullahi aleyh, o demir, mən deyirəm, qəbrin ətrafında o da ibadət eləyir, dua eləyir. Yaxınlaşdım, başladıq suallaşmağa. Mən sual verdim, o cavab verdi, nəsə söhbətlər elədi. Deyir, qayıtdım dedim ki, ağa, əgər icazə versəydin, bir dənə də məsələm var idi. Deyir, qayıt dedi ki, ey Yəhya, istəyirsən sən məsələyi dilə gətirməmişdən qabaq, mən deyim ki, sən məndən nə soruşmaq istəyirsən? Dedim ki, buyur ağa. Dedi, sən istəyirdin məndən soruşasan ki, yeryüzünün imamı kimdir? Dedim, bəli, ağa, onu demək istəyirdim. Dedi, dinlə. Əlində əsası var idi. Əsaya əmr elə, dedi ki, danış. Əsa, fəsih ərəb dilində dil açdı, başladı imamlara şəhadət verməyə və şəhadət verdi ki, Muhammed ibn Ali